Ben bəlkə həyəcandan unutdum. İkisini də yəni qızımın ad günü olmağını yaddan çıxarmışam doğrudan. Amma bugünkü gün elə səbəbdir də. Yəni ki, bu gündə onun toyun eləməyi oğlumun. Qızımın da ad günü deməkdir. Arzular çox ömür yarı, yox dünyanın etibarı. Ölsəm belə qəm yemərəm, bir arzuma çatım barı. Bugün də mənim ən gözəl arzumlarımdan biridir. Mən üzümü tuturam və üzr istəyirəm. Deyəsən sözcüğü mənimdir, yəni ki, icazə versəniz. Mənim babam Aşıq Ələsgərin nəvəsidir, Gəncəli. Hal-hazırda yəni rəhmədə gedib, Allah qoy yerini məşəli versin. Gəncəli babamın bir sözü var, mən o söz demək istəyirəm. Oğlum Həsən bəlkə gələcəkdə qulaq asında nəticə çıxarlar. Deyir, əmanətə xain olma. Düzgün olsan 100 yaşarsan. Halal zəhmət bərəkətdir, varlanıb həddən aşarsan. Ofçu olsan vurma ceyran, hər yetənə olma mehman. Dağlar duman olan zaman gəd yaşını yol çaşarsan. Gəncəliyəm dinlə məni. Dostum bilmə hər yetəni. Bitirsən və müntü məni cəhli çəkmə, savaşarsın. Oğluma arzum budur ki, böyük kişilərdən olsun, adçan kişilərdən olsun. Mən kişi görmüşəm kasıbdan kasıb, ağlı cibindən üstün olubdur. Kişi də görmüşəm bağlayıb basıb, 100 sözündən biri düzgün olubdur. Mən kişi görmüşəm adı-sanından hər gələn nəsli yeyib dolanıb. Kişi də görmüşəm arsızlığından adı çəkiləndə ürək bulanıb. Mən kişi görmüşəm qeyrət ucundan, ömrü zindanlarda, türbələrdədir. Kişi də görmüşəm dövlət ucundan, namusu qeyrəti özgələrdədir. Mən oğluma ən layıqlı Azərbaycan övladı olmağı arzulayıram. Bütün Azərbaycan övladları olmağı arzulayıram. Bütün övladlara bunu arzulayıram. Qoy bizim torpağımız bölünməz olsun. Qoy bizim vətənimiz bölünməz olsun, müstəqil olsun. Həmişə də Bəyət Fəriz qardaşım düzgün dedi. Qeyd elədi ki, yəni güclü Azərbaycan övladları olsun. Biz həmişə fəxr eləyək ki, biz Azərbaycanlıyıq. Sağ olun, minnətlərim. Marat müəllim başda olmaq şərtilə bütün ansamblımıza, mənim toyumda belə ürəkdən iştirak elədiyiniz üçün